İnsan həm sevincli, həm də kədərli anlarında musiqiyə müraciət edir. Bununla mənən sanki bir rahatlıq tapır. Dinləyicilərin ruhuna toxunmaq isə heç də asan deyil. Bütün qəlbi ilə musiqiyə bağlı olan bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər də əsərləri ilə xalqın sevgisini qazanıb. Bakı Musiqi Akademiyasının nəzdində opera studiyasının konsert salonunda da tanınmış musiqiçinin xatirəsi yad edildi. Tahir Əkbərin yaratdığı əsərlər, görürsünüz necə heyfslənirəm. Yoxdur bugün elə bir bəstəkar ki, Tahir Əkbər, Ramiz Mirişli, Oqtay Kazımov, Ələkbər Tağıyev, yəni bu klassik bəstəkarlarımızın musiqiləri, yəni belə də itib gedəcəkmi? Əlbəttə, böyük bir boşluq hiss edirik. Yəni bugün bəstəkarlara bizim ehtiyacımız var. Xatirə gecəsində bəstəkarın yaradıcılığına müraciət olundu. Musiqiçilərin ifasında, əzizim, sən elə bir vaxtda rast gəldin mənə. Heç küsməyin yeridirmi mahnıları xoş ab-hava yaratdı. Özümü xoşbəxt hiss edirəm ki, Tahir müəllimlə çalışmışam bir yerdə, bir neçə nəğmələrimiz var. Tahir müəllim, mən belə qeyd eləyərdim ki, hər dövrün ziyalısının, zövqlü insanın ürəyincə mahnı bəstələyən bir bəstəkar olub. Tanınmış ifaçıların təqdimatında bəstəkarın əsərləri yeni aranjmanda təqdim edildi. Onun sağlığında, onunla işbirliyi kimi çalışmaq mənə də nəsib olmuşdu. Mənə mahnısını təklif etdi və biz beləliklə silsilə bir neçə mahnı mən ondan ifa etdim. Ən gözəl mahnılarımızdan biri olan Dünya Yaman Dünyadır mahnısını ifa edəcəm. Tahir Əkbər çox profesional bir bəstəkarımız olub. Azərbaycan musiqisinin əsaslarını bilən bir bəstəkar olub. Azərbaycan musiqisinin adət-ənənəsini bilən. Yəni həm vokal janrından xəbər olub, həm estrada janrından, həm muğam janrından. Yəni Tahir Əkbərin musiqiləri harda səslənməyindən asılı olmaq bilinir ki, bu Tahir Əkbər dəsti xəttidir. Tahir Əkbərin musiqi xəzinəsi əlvan notları ilə tamaşaçıların zövqünü oxşadı. Məmməd Məmmədli, Nemət Məmmədov, Ayşəm Razi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.